Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Vessalatu vesselamu ala eşrefil enbiya'i vel murselin. Nebiyyina Muhammedin ve ala alihi ve ashabihi ecma'in. Ərəb dilindən silsilə dərslərimiz davam edir və bugün biz Mədinə Tədris kursunun 1-ci kitabının 19-cu dərsini keçəcəyik. Bu dərsdə biz say, əl-ədəd, yəni sayı öyrənəcəyik. Ərəb dilində, yəni saylar. İlk növbədə bunu qeyd edim ki, bildiyimiz kimi say əşyanın və ya şəxslərin kəmiyyətini və ya sırasını bildirən nitq hissəsinə deyilir. Və gördüyümüz kimi, yəni bildiyimiz kimi say iki növü var, miqdar sayları və həmçində sıra sayları və bugün biz kəmiyyətini bildirən, yəni əşyaların və ya şəxslərin deməli kəmiyyətini bildirən miqdar saylarından danışacaq. Və ilk növbədə bunu qeyd edim ki, ərəb dilində saylar deməli quruluşuna görə qruplara bölünür. Və bu qruplar hansılardır? Birinci növbədə qruplara görə belə bölə bilərik. Birinci, əl-ədəd əl-mufrad. Yəni, sadə saylar. Və bu saylar, sadə saylar 3-dən, daha doğrusu 1-dən 10-a kimi olan saylardır. İkinci qrup saylar əl-ədəd əl-murakkəb. Mürəkkəb saylar. Mürəkkəb saylar. Və bunlar da 11-dən 19-a kimi olan saylardır. Üçüncü qrup əl-ədəd əl-mə'tufu. Əl-ədəd əl-mə'tuf, yəni va bağlayıcısı vasitəsilə, işlənən saylar. Bunlar da deməli 21-dən 99-a kimi olan saylardır. Və həmçində 21-dən 99-a kimi olan saylar arasında əl-uqud deyilən dördüncü qrup. Əl-uqud, yəni onluq saylar, onluqlar. Bunlar da 20, 30, 40 və s. və 90-a kimi olan saylardır. Sonra gəlir yüzlüklər. Beşincisi əl-mi'ə. Bu yüzlüklərdir. Yəni 100, 200, 300 və s. 900-ə kimi. Sonra da gəlir sonuncusu əlfu, minliklər. Və bunlar da min və yuxarı və mindən yuxarı olan minlikləri əhatə edir. Və gördüyümüz bax bu sayların quruluşuna görə, yəni böldük biz sayları və bu deməli növlərin hər biri isimlərlə müxtəlif cür söz birləşməsi əmələ gətirirlər. Yəni isimlərlə işlənərkən müxtəlif cür işlənir. Hər bir qrupun özünə xas olan qrammatik qaydaları vardır. Və bugün biz bu dərsimizdə birinci qrup sayı, yəni əl-ədəd əl-mufrad, yəni sadə sayları, 1-dən 10-a kimi olan sayları öyrənəcəyik. İndi isə 1-dən 10-a kimi olan sayları öyrənək və həmçində bu sayların
isimlərlə işlənməsini, işlənmə qaydasına nəzər yetirək. İlk növbədə 1-dən 10-a kimi olan saylara baxaq. Bir sayı ərəb dilində müzəkkər, yəni kişi cinsində vahidun, qadın cinsində isə sonuna təmərbutə əlavə etməklə vahidətun kimi olur. İki sayı isnəni, qadın cinsində isə deməli nun hərfindən sonra tə əlavə etməklə isnətəni kimi olur. 3 sayı sələsun, müənnəsləri qadın cinsində sələsətun. 4 sayına arbəun, kişi cinsində, müənnəsdə isə sonuna təmərbut əlavə etməklə arbəatun olur. Gördüyümüz kimi burada deməli isnəni istisna olmaqla 1-dən 10-a kimi olan saylarda 2 istisna olmaqla digər saylarda müənnəs, yəni qadın cinsi forması sonuna təmərbuta əlavə etməklə düzəlir. 4 sayı ərbəun, müzəkkərdə, müənnəsdə ərbəatun. 5 sayı xamsun, müənnəsdə xamsətun. 6 sittun, müənnəsdə sittətun. 7 səb'un, müənnəsdə səb'atun. 8 sayı thəmənin, amma isimlərlə işlənəndə thəməniyə əlavə olunur və ona görə də isimlərlə işləndikdə bax bu forma istifadə olunacaq. Amma belə sayda isə thəmənin, qadın cinsində isə thəməniyyətun. 9 sayı tis'un, qadın cinsində, müənnəsdə tis'atun. 10 sayı isə aşrun. Fikir versək burada şin hərfinin, yəni təmrəbutası müzəkkərdə şin hərfi sukunludur. Amma təmrəbuta əlavə olunduqdan isə aşaratun fəthələşir. Müənnəsdə isə aşaratundur. İndi isə bunların, bu sayların isimlərlə işlənməsini öyrənək. Birinci növbədə 1 və 2 sayını xüsusi burada ayırıram. 1 və 2 sayı deməli isimlərdən, yəni sayılan isimlərdən sonra gəlir, sonra işlənir və sifət kimi, yəni sifət kimi işlənir və onunla, yəni həmən isimlə halda və cinsdə uzlaşır. Məsələn, kitabun, kitabun, vahidun. Qadın cinsində isə məsələn seyyəratun, vahidətun. Bircə kitab, bircə bir maşın. Eyni həmçinin gördüyümüz kimi burada deməli kitabun sözü müzəkkər kişi cinsində olduğuna görə biz vahidun işlətdik və seyyəratun sözü müənnəs qadın cinsində olduğuna görə biz vahidətun işlətdik və həmçində halda da uzlaşır. Yəni halda da deməli bu say isimlə uzlaşır. Məsələn, deyirəm ki, həzəl kitabu, həzəl kitabu li talibin vahidin. Bu kitab bircə tələbənindir. Gördüyümüz ki, burada həmçinin deməli halda da uzlaşdı. Keçək 2 sayına. 2 sayda həmçinin, yəni 1-2 sayı bunlar isimdən sonra işlənir gördüyümüz kimi və onunla uzlaşdı. Məsələn, 2 sayında kitəbəni, isnəni, kitəbəni, isnəni və isnəni sözünün həmzəsi birləşdirici həmzədir və ona görə də deməli bu sözdən, yəni isnəni sözündən əvvəl
bir söz gələrsə, bu zaman o isnəni sözünə bitişik formada oxunacaq. Kitəbənisnəni, kitəbənisnəni və ya səyyarətənisnətəni. Həmçinin bir şey qeyd edim ki, bildiyimiz kimi ərəb dilində isimlərin tək və ikilik, deməli ikiliyini bildirən xüsusi forması var. Yəni, əgər sözün bildiyimiz kimi, məsələn, kitəbəni sözünün heç bu say işlənməsə belə, biz artıq kitəbəni sözünün ikilikdə olması onun sonundakı əni şəkilçisindən bəllidir. Yəni, bu əni şəkilçisinin olmasından biz artıq bilirik ki, kitəbəni sözü ikilikdədir. Və həmçində tək formada, yəni vahidun sözü işlənməsə belə, kitabun sözü artıq bizə təkliyi, mufrad, kitab sözünün təkdə olmasını bildirir. Və buna görə də ərəb dilində 1 və 2 sayları adətən məntiqi vurğu kimi işlənir. Yəni, necə? Məsələn, kitabun sözü əslində bir kitab deməkdir. Məsələn, biz belə bir cümlə yazaq. Deyirəm ki, indi kitabun. Bu aydındır ki, yəni kitab sözünün formasından aydındır ki, bu təkdədir. Məndə bir kitab var və ya mənim bir kitabım var. Və biz buna vahidun sözünü əlavə etsək, əslində məna dəyişmədi, sadəcə biraz məntiqi vurğu artdı və burada mənim bircə kitabım var. Və həmçində isnəni sözü də, məsələn, desəm ki, indi kitəbəni, mənim 2 kitabım var, məndə 2 kitab var və aydındır buradan kitəbəni sözünün formasından artıq sonundakı bu əni şəkilçisindən bəllidir ki, bu kitab ikilikdədir. Mənim 2 kitabım var, məndə 2 kitab var. Və biz buna isnəni sözünü əlavə etsək, indi kitəbəni isnəni, mənim 2 kitabım var və burada gördüyümüz kimi və yaxud yalnız 2 kitabım var və yaxud mənim yalnız 1 kitabım var. Yəni burada 1 və 2 sayı ərəb dilində yalnız sadəcə məntiqi vurğu kimi işlənir. Çünki nəyə görə? Çünki biz bildiyimiz kimi isimlərin təkini və həmçində ikiliyini bildirən xüsusi forması vardır. Və bu formada nədən ibarətdir? Əgər sözün sonunda əni şəkilçisi varsa, bu ikilikdədir və əgər sözün sonu bu əni şəkilçisindən təcrid olunubsa, deməli söz təkdədir. Bu deməli 1 və 2 saylarıdır. İndi isə keçək 3-dən 10-a kimi olan deməli sayların isimlərlə işlənməsinə nəzər yetirək. 3-dən 10-a kimi olan saylar və biz keçən biraz əvvəl qeyd etdik ki, ərəb dilində deməli sayların quruluşuna görə böldük və hər qrup deməli isimlərlə müxtəlif cür söz birləşmələri əmələ gətirib qrammatik qaydalara əsasən işlənirlər. Və 3-dən 10-a kimi olan saylar nə cür işlənir? Əsas mövzumuz budur. 3-dən 10-a kimi, 3-dən ümumiyyətlə bunu qeyd edim ki, 1-2 sayları gördüyümüz kimi isimdən sonra gəlirdi. Düzdürmü? Məsələn, kitabun vahidun. Gördüyümüz kimi burada 1-2 sayı və yaxud kitəbəni İsnəni. Gördüyümüz kimi say isimdən sonra işlənib və qeyd etdik ki, bu 1-2 sayları sadəcə məntiqi vurğu kimi işlənir. 3-dən yuxarı saylar isə ərəb dilində isimdən əvvəl işlənir.
isimdən əvvəl gəlir. Yəni sayılan isimdən əvvəl gəlir və isimlə müxtəlif cür söz birləşməsi əmələ gətirir. Və 3-dən 10-a kimi sayılarda nə cür söz birləşməsi əmələ gəlir? İlk növbədə bunu qeyd edim ki, 3-dən 10-a kimi olan sayılar isimlərlə, yəni sayılan isimlərlə izafə qaydasında işlənir. İzafə qaydası nə deməkdir? Yəni sayılardakı tənvin düşəcək və ism isə məcrur, yəni yəli halda olacaq. Və həmçinin də bunu da qeyd edib ki, deməli, əsas hansı qaydalara fikir verməliyik? Birinci qaydamız budur ki, say isimlə izafə qaydasında işlənir. Bu birinci qayda. İkinci qayda say ismin əks cinsində olur. Nə deməkdir? Yəni, əgər sayılan isim müzəkkər kişi cinsində olarsa, məsələn, kitab olarsa, bu halda say, deməli, qadın cinsində olacaq. Və ya əksinə, əgər sayılan isim müənnəs isim olarsa, məsələn, səyyarət olarsa, o zaman say, müzəkkər kişi cinsində işlənəcək. Üçüncü qayda isə sayılan isim cəmdə və qeyri-müəyyənlikdə olur. Qeyri-müəyyənlikdə olur. Qeyri-müəyyənlikdə olur. Yəni, əl artiklsız olur. Və məsələn, misal götürək, tutaq ki, biz kitabın sözünü götürüb və demək istəyirik ki, 3 kitab. İlk növbədə biz görürük ki, kitab kişi cinsindədir, müzəkkərdir və ona görə də sayı biz müənnəsdə işlədəcəyik və həmçində izafə qaydasında işlədəcəyik və sayılan ismi, yəni kitabın sözünü cəmdə və həmçində qeyri-müəyyənlikdə işlədəcəyik. Deməli, olacaq Sələsətu kutubin. Kitabın sözünün cəmi kutubdur. Sələsətu kutubin. Və ərəb dilində saya deyirlər əl-ədədu və sayılan ismə isə əl-mə'dud deyilir. Və gördüyümüz kimi kitabın sözünü biz 3-dən 10-a kimi olan sayılarla işlətmək istəsək, ilk növbədə kitabın sözünü, yəni sələsə sözünü sayı ismə izafə edəcəyik və gördüyümüz kimi burada kutub sözü məcrurdur, yəni yəli haldadır. Bu birinci qayda. İkinci qayda, say ismin əks cinsindədir. Yəni, kitabın sözü müzəkkər olduğuna görə sayı biz müənnəs işlədirik. Üçüncü isə sayılan isim, yəni əl-mə'dud cəmdə və həmçində qeyri-müəyyənlikdə, əl artiklsız olur. Və digər sayılarla da işlətsək, eyni qayda olacaq. Məsələn, sələsətü kutubin, 4 kitab demək istəsək, ərbəətü kutubin, 5 kitab, xamsətü kutubin, 6 kitab, sittətü kutubin, səbətü kutubin, 7 kitab, 8 kitab, səməniyyətü kutubin, 9 kitab, tisətü kutubin, 10 kitab isə əşərətü kutubin. Amma əgər biz kitab sözünün əvəzinə müənnəs olan, yəni müənnəsli qadın cinsində olan bir deməli söz işlətsək, məsələn, tutaq ki, səyyəratun işlətsək və səyyəratun sözünün cəmi səyyəratundur. Bu zaman sayı biz deməli müzəkkərdə işlədəcəyik. Olacaq sələsu
seyyaratin. 3 maşın və həmçində digər saylarla işlətsək 4 maşın ərba'u seyyaratin, 5 maşın xamsu seyyaratin, 6 maşın sittu seyyaratin, 7 maşın səb'u seyyaratin, 8 seyyaratin, 8 maşın, 9 maşın tis'u seyyaratin, 10 maşın aşru seyyaratin. Və bununla da biz 3-dən 10-a kimi olan sayların deməli isimlərlə, yəni mufrad sayların, yəni sadə sayların isimlərlə işlənməsini öyrəndik və biz bu dərsi belə yekunlaşdıra bilərik ki, ərəb dilində 1-2 sayları isimdən sonra gəlir və onunla uzlaşır cinsdə və həmçində halda və həmçində bildik ki, 1-2 sayları ərəb dilində yalnız məntiqi vurğu kimi işlənir. Çünki ərəb dilində isimlərin təki və ikiliyini bildirmək üçün xüsusi forması var. Yəni bircə kitab və yaxud yalnız ikicə kitab və yaxud ikicə kitab. 3-dən 10-a kimi olan saylar isə tək 3-dən 10-a kimi yox, ümumiyyətlə 3-dən yuxarı saylar isimdən əvvəl gəlir. Gördüyümüz kimi burada isimdən sonra gəlib say, burada isə isimdən əvvəldir və onunla yəni saylar qruplardan asılı olaraq, əvvəl qeyd etdiyimiz qruplardan asılı olaraq müxtəlif cür söz birləşmələri əmələ gətirir və 3-dən 10-a kimi olan saylar izafə söz qaydasında olan söz birləşməsi əmələ gətirir və izafə o deməkdir ki, yəni saydan tənvin düşəcək, say tənvinsiz olacaq, gördüyümüz kimi izafədə olduğu kimi say tənvinsizdir və sayılan isim, yəni saya ərəb dilində əl-ədəd deyirlər, sayılan ismi isə əl-mə'dud. Mə'dud isə cəmdə və qeyri-müəyyənlikdə olacaq və həmçində say, əl-ədəd mə'dudun əks cinsində olacaq. Amma 1-2 saylarında isə uzlaşırdı. Və bununla da biz 1-dən 10-a kimi olan sayları öyrəndik. Digər qrupları, yəni əl-ədədil murakkəb, yəni 11-19 sayları və həmçində əl-ədədil mə'tuf, bağlayıcı vasitəsilə işlənən saylar və say növlərini biz gələn dərslərimizdə tədricən öyrənəcəyik.